Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl bir tortun hazırlanma qaydasını bölüşürəm. Aslan balamızın tortunu. İnşallah siz də bu videodan yararlanarsınız. Keçək torta xanımlar, tort axşamdan yığmışam. Tort özünü səhərə qədər tutub. Tortun tərkibi plan 1'dir. Kremi plan 1'dir. Vanilli bisküvit. İnşallah videonun alt bölümündən sılkasını yerləşdirəcəm və qanaşın da hazırlama qaydasını xanımlar videonun alt bölümündən inşallah bölüşəcəm. Bu qayda ilə tortun üzərini örtürəm. Xanımlar əvvəlcə ön hissəyə çəkirəm. Şəkər xəmirini sonra isə torta yapışdırıram. Bax belə heç bir problemsiz səliqəli tortun üzərini örtdüm. Şəkər xəmirini kəsib çıxardıram. Bir balaca məsafə saxlayıram. Lap da dibdən kəsmək olmaz. Bax belə kəsib çıxartdım. Sonra isə ütü ilə ütüləyirəm. Yenidən artıq kənarlarındakı artıq şəkər xəmirini kəsib çıxardıram. 2 ütü ilə ütüləyirəm ki, hər tərəfi eyni bərabərdə olsun. Eyni qayda ilə o iki tortun da üzərini örtdüm. Sonra isə suşu çubuqlarından istifadə edirəm. Xanımlar, kimdəsə suşu çubuğu yoxdursa, lap nazik turbalar var. Bax, o turbalardan da istifadə edə bilər. Çox möhkəm olur. Orta hissəsinə xanımlar ağ rəngli şokolad, gördüyünüz kimi bildiyimiz ağ şokoladdan istifadə etdim. Və bu ikinci hissəsində tortun üzərinə bir-birinə yapışdırdım. Üst hissəsindən bir-birinə yapışdırdım. Belə bir mirvari silikondan çıxartmışam. Ondan çıxardıb tortun kənarlarına yığıram. Tortun kənarlarına gördüyünüz kimi xanımlar valan qoydum. Və üzərindəki boz sözünü yapışdırdım. Bu da şəkər xəmirindən, şəkər kağızından hazırlatmışam. Xanımlar, tortun üzərini bir balaca nəmləşdirib və kağızı yapışdırdım. Uşağın şəkli isə xanımlar adi bildiyimiz tort kağızındandır. 10-15'e çıxartdırmışam və kəsib şəkər xəmirin üzərinə yapışdırdım. Sonra isə üçbucaq formasında belə bir bayraq kimi kəsmişəm. Onu da tortun kənarlarına yapışdırdım. Sonra kostyumu, bu da şəkər kağızından hazırlanıb və qalstuku. Dollardakı xanımlar öz yerində. Bax, bu qayda ilə tələsmədən səliqə ilə bütün elementləri, hazırladığım elementləri tortun üzərinə yerləşdirdim. Bax, belə bir gözəllik alındı. İndi isə yazıları və bir neçə elementləri qızılı kandürenlə rəngləyirəm. Xanımlar, onu da deyim ki, yenə də deyirəm, 30'un 30'a birinci yarusdur, böyük yarus. 20'nin 20'ye ikinci yarusdur. 16'nın 16 ise xanımlar üzr istəyirəm, 3-cü yarusdur. Tortun hər birinin hündürlüyü də 12 santimetrdir. Bütün üzərinə hazırladığım dolları, gölçə qızılının hamısı manetkaları bax belə qızılı kandürenlə rəngləyirəm. Gözünüzün qarşısında xanımlar belə bir gözəllik hazırladım.
İnşallah ki siz də bu videomdan yararlanarsınız. Dəstəyinizi əsirgəməzsiniz. Əgər yenə də deyirəm, kanalım xoşunuza gəlirsə, bəyənirsinizsə öz sosial şəbəkələrinizdə və yaxud da dostlarınızın, tanışlarınızın sosial şəbəkələrində nə qədər paylaşsanız bir o qədər də gözəl olar. İnşallah mən də ruhlanıb sizin üçün gözəl videolar çəkərəm. Fikirlərinizi yazmağı unutmayın. Allaha əmanət olun. Like düyməsini basmağı da unutmayın. Hələlik.